11 ilə 11 hələ E, açdım mən, yox açmamışam. Triləri anlayışım var. Hı? Mən sənlər bilmirəm tellərdən. Nəyi? Bu birinci, ikinci suala deyir ki, which of these graphs are trees? Bunları seçəmməm. Tree'nin bir dənə konkret bir dənə tərifi var da. Connected olmalıdır, undirected olmalıdır. Bir də simple, yəni şeydir. Döngülər olmalıdır, looplar olmamalıdır, circuitlər. Bu üçünü ödəyirsə, avtomatik tree'dir. Root'un olmaması bir şeydir də, onun növüdür. Bax. Məsələn. Buna tree deyə bilərsən. Niyə? Deyərsən. Əslində yox, bu 1000 dənə şey var da, köşə var. Yox, niyə tree Nə ola deyirsən ki? deyərsən? Türü deyərsən. Deyərsən niyə, deməzsən niyə? Ki bizə izah et. Deyə bilərəm, deyənmərəm niyə? Çünki bir kökdən çıxmır da hamısı. Tree nədir? Tree nədir? Tree'nin tərifi nədir? Connected, undirected graph with no simple circuit. Burada kök sözünü görürsən. Yox. Demək, Yəni bax, belə deyil. circuit yoxdur, bu daha da undirected. Circuit yoxdur, connected-dir. Məsələn, ayrıca bir nod yoxdur da bu şəkildə. Və ya nə bilim, başqa bir şey, belə bir şey yoxdur. Connected-dir, hamısı bağlantılıdır. Bir də döngü yoxdur, fisyon. Həm də undirected. Undirected nə idi amma? Şey də, Şey, bunlar olmayan. 11-lər Bu olmayan. Hə. Ha. Qorxudur sənə biraz. Arada bir beynim gedir gəlir. İmtahanda olmasın belə. Bir dəqiqə Hüseyn rekord alırsan da Alıram. Brat söyüşə görə deyirəm. Yaxşı. Undirected graph is a tree if and only if. Bunlar çox sadə şeylərdir. Bizə tree'nin tərifini bildiniz. Bax, rooted tree'lər var. Kökü olan tree'də, yəni bundan tərəfə bir izaha gerək yoxdur. Kökü olan tree'ni çəksək bu şəkildə. Burada bir nodların valideynləri olur, nodların uşaqları olur. Məsələn, B nodu C-nin uşağıdır, C də B-nin valideynidir. Tree'nin rootu da A-dır. Sonra descendant noddan aşağı olanlardır. Predecessor olmalıdır bir də. Ancestor daha doğrusu noddan yuxarı olanlardır. Yarpaqlar uşağı olmayan nodlardır. Məsələn, D, buna da Y deyək. Bu üçü leaf nodlardır. C ilə A da internal nodlar sayılır. İki uşaqlar var. Hə. Sonra nə var? Heç nə. Siblingdə şeydir. Məsələn, B-nin siblingi D-dir. Yəni valideynin eyni olanlar. Bildiyin C'nin siblingi Y. Nədir? C'nin siblingi Y. B-ni deyirdim, mən saçıb C dedim. C-nin siblingi də Y-dir. Eyni valideynə sahib olanlar. Bu qədər. Bu 2 olmaya da bilər ha. Bir dənə nodun 3 dənə uşağı da ola bilər. Yəni mən 2-ni təmsili olaraq qoymuşam. Descendant da var idi. Descendant, hə. Descendant dedim də A noddan sonra gələnlər. A-nın descendantları C, Y, D, B. Bir də ancestorlar var. D-nin ancestorları məsələn C, A. Y sayılmır da. Bax, A, C nədir? Internal rootdur. A, C internal rootdur. Y, F, B, D leaf nodlardır. F-i sonradan əlavə elədim. Sonra A-nın descendantları, qalan bütün nodlar zaten onun descendantıdır rootun. Любой bir dənə nod deyin məsələn, F deyək. F-in ancestorı bir dənədir A. B-nin ancestorı 2 dənədir C, A. Aydındır? Yəni B-nin ancestorı deyəndə rootdan B-yə gələnə qədər nədən keçiriksə onlarda. Yaxşı.
demək. Sub-tree çox heç qarşı bir şey deyil. Yəni prosta ki 2 yerə ayırdıq, lap 3 yerə ayırdıq. Fərqli olsun biraz. Məsələn, bu bir dənə sub-treedir. Ümumi treemizin sub-treesidir. Buradan da belə bir şey çəkək. Bu bunun sub-treesidir. Bu da bunun sub-treesidir. Aydındır? Yəni sub-tree bildiyin əlavə bir tree yaradırsan da, subgraph temasına oxşar kimi bir şeydir. Bu da indi desək ki, yuxarıdakında S-nin subtreesini çək. S sub-treesini çək. Rootu S olan sub-treesini çək desə, hə, deyəsən ki, budur. Ayrıca bunu çəkərsən. S, D, B. Aydındır? Ölürsən, sən deyirsən. Boğazım biraz şey eləyir. Sözümə baxmır, başqa bir tema yox. Every internal vertex has more than one Hemen reytingini bir dənə başa saldım, yazmam çıxıyor. Mən deyim müəllim. şey, Emre tree fulldur da, full. 3 şey range. basma xahiş edirəm. M53 deyirsə, M-in yerində nə qoymusansa bütün nodların maksimum o qədər child ola bilər. Amma hədə 3 deyirsə, 3 hamısı 3 şey olacaq. İndi hamısı 3-3 olmaya da bilər də. Full M53 deyirsə, hə, hamısı 3-3 olacaq. Amma full demirsə olmaya da bilər. Maksimum. Yəni bunun bir də hündürlüyü var da yəqin ki. Yəni hamısı 300 deyirsənsə, Yox, konkret bir hündürlüyü olmaya bilər. Bax, onda binary tree nədir? Hər dəfəsində 2 dənə olur da, düzdür? Binary-dəki M nədir orada? 2-dir də. 2. 3 olanda da bildiyin 3 olur da. 4 olanda da 4 olur. Bu qədər. Yox, hündürlüyü nə mənada deyirəm? Nə mənada? Yoxsa belə sınırsız hamısı 3 ola gedir də, o nəzərdə tuturam ki. Ona qalsa Yəni- bütün treelerin hündürlüyü olur da. Niyə sırf buna aid edirsən ki? Sırf ona aid eləmirəm, ümumiyyətlə, yoxsa belə yəni sınırsız Hə, olaraq yəni mən gedir. hündürlük bilirəm, atım ortaya bildim, düz çıxar falan. Onun belə şeylər olur. Of, kəs sınarı deməzlər rekord alsa. Yəni burada yəni Eldan çox yaxşı sözlər işlərdi də. Canlı yaxşı. Yəni burada belə deyim də, bir dəqiqə. Bax məsələn T2 var ya Hüseyn. O M arı 3 sayılır yoxsa yox? Hə də. Tree sayılır. 3. M yerinə 3. Amma sağdakında heç nə gəlmir baxı. Necə yəni sağdakına? Gəlməsin də qardaş. Mən deyirəm ki, maksimum 3 dənə uşağı ola bilər hər bir nodun. Hə, elə maksimum 3 dənə, okey. Full deyirsə, ya olmamalıdır. Yaxşı olmalıdır. Hamısının 3 dənə nodu olmalıdır, yarpaqlar xaric. Ya yarpaq olmalıdır, ya da 3 dənə child olmalıdır, full deyirsə. Yox, full demirsə, onda maksimum 3 dənə ola bilər. T3. Hə, T3 məsələn deyir ki, bax, favorite. Full favorite. Görsən, ya leaf nodlardır, ya da 5 dənə uşağı var. Ortası Okey. yoxdur. Gözə görün fullda. Hə, heçdir. Order rooted tree nədir? Hə, order rooted tree-də də məsələn belə bir hal olamamalıdır da. Necə deyim? Belə olmaz. Hər dəfəsində sağdan bu şəkildə soldan sağa doğru doldurmalısan nodları. Buna Ordered olması üçün ordered. Ha, okey. Left child, right child, left subtree, right subtree aydındır yəqin binary-yə aid xüsusi terminlərdir. Sonra bunlar kimyəvi tətbiqlərdir, onlara çox dərinə girməyə ehtiyac yoxdur. Hə, propertylərdir, şeydir. Bunu imtahanda yadınızdadsa düşmüşdü bu sual. Bunu isbat eləmək lazım idi. Ha. Bunun isbatı nətər idi? İnduksiya. Nələr üçün nələr ibarədə göstərdim. Daha sonra. Bax. N bərabərdir 1-dən başlayırsan.
Bir dənə nod Bir olanda dənə nə olur? Hüseyn, Hə, sözünü buyur. kəsəcəm. Buyur, Əgər buyur. həlli belədirsə, mən də belə yazmışam. Yəni okeydir. Onda düz götürüb mən. Çünki əgər mən bunu səhv yazmışamsa, 2 dənə sualda yazmamışdım. Onların balı çıxıbsa 5 bal. Əlavə 5 bal da bundan çıxmalı idi. Deməli mənə bunu tam dabayıb. Yəni sənə də verim. Aydın, sən Elcan bunu başa düşmüsən sən? Şəkil olaraq hə, məntiqini tuturam ki, 2 nöqtə varsa, bir xətt olacaq. 1 nöqtə varsa, məsələn, 1 nöqtədən 2 dənə xətt çıxa bilər. Tri olaraq ayrıla bilər Yo, yəni. o cürə yox, hə. Deyirsən ki, bax, trini yaratmaq üçün nə lazımdır? Nod qoyursan, sonra əlavə bir nod eləyirsən, onları birləşdirirsən. Sonra bir dənə nod əlavə edib birləşdirirsən, bir dənə. Hər dəfəsində bir nod əlavə eləyəndə bir dənə də xətt əlavə olunur, düzdür? Amma n1 olanda heç bir xətt yoxdur da. Deməli, xəttlər n-lərdən bir dənə əvvəldə başlayır. n1 olanda bu 0 olur. Hər dəfə artırdıqca bir-bir artır. Bunun qanuna uyğunluğunu 4-ə qədər, 3-ə qədər göstərsən kifayətdir ki, hə, burada deyəsən ki, burada bir qanuna uyğunluq var. Qanuna uyğunluq da nədir? Y bərabərdir n çıxılsın 1. Bu sənin həllindir. Aydın da? Hə? Bir dənə zəhmət olmasa gözlə. Və bunu belə riyazi induksiya ilə göstərirəm ki, bəs bu qədər, bu belə olanda bu Yaxşı. Yəni və sözlə izah edirəm. İstəsən söz, rahatsa sözlə yaz, belə rahatsa belə yaz, heç bir fərqi yoxdur. Çox şəncəl. Fikrini çatdıra bilirsənsə hər şey okeydir. Burada da onun sözlə izahı yazılıb əslində. İstəsəz bunu da oxuya bilərsiniz. Əslində çox şəkil çəkməklə göstərmək olar. Məsələn deyirəm, bir dənə Rahatdır da, hə. bir dənə nöqtə düşün, 2 dənə şey çıxıb ondan. İki Xətt dənə çıxıb. şey Deməli burada çıxır, 3 nöqtə. Murat. 2 dənə şey çıxır. O cür isbat, o induksiya sayılmır da. İnduksiya üçün birinci n-in 1 olduğu halı isbat eləməlisən. Y bərabərdir 0. Sonra 2 olduğunu isbat eləməlisən. Getdikcə artırmaqla da. Y ecində yəni. Necə? Y ecində yəni ki. Hə, Y üzləri saydı. Əslində mən bax belə bunu demək istəyirəm. Bunu nəzərdə tuturam deyəndə. Hə, yəni bunu sırayla göstərirsənsə hər şey okeydir. Tam Tamam. balın hazırdır sən. Elə Tamam. bir ki, keçdin də. Keçəcəm elə bir şey. Yox da keçərsən, prosta mən deyirəm, tutaq ki, indi keçdin də, yəni elə fikirləş. Ay, Nəysə. bunu da deyirəm 70 bindən 70 plusdan keçsəm, bir dənə mən də kompleksə görə qalmış olacağam. Yəni zarıyaram. Yəni çox da zarmaram amma yenə də. Zarmazsan, brat, məncə tamamlamayla gəlib keçirsən də. Heç zarmaram bu arada ha. Hə, counting vertices in full energy tree. Nə, bunun konkret düsturu var da. Deməli, n bizim vertislərimizin sayıdır. Onu tapmaq üçün də nə edirik? Məsələn, 3-3-3-dirsə, üçlü. 3 flosun internal nodlarının sayı plus 1. Bu sənin olur şeyin. Vertislərin sayı. Amma full emery tree'dən söhbət gedir. Düsturun isbatını eləyəkmi? Məncə gərək yoxdur. Yəni bu düsturları öyrən. Bu fikrə görək məntiqi nəymiş də. Allah, hələ buralar var idi. Sen Forestə gələcəyi yoxsa yox? Brat, Forest bildiyin yan-yana treelərdir də. Bildim, orada mənim sual var idi, Hüseyn elə bizim var idi. Hə, yaxşı yadıma saldın. Elə dünəndə nətərsə yadıma düşməyib. Bu sualında ona da baxarıq gözlə. Mən onu deyəcəydim elə. İmtahana Forestlə bağlı nəsə düşmüşdü. Hə, düşmüşdü. Asan sualdır bu arada. Mən əmin 96 olamadım. almışdı məndə. 3 çıxırdım da, onu bilirəm. Hə, 3 çıxır. Bir dəqiqə gözlə gəldim. Qapı. Niyə 3 çıxırdın? Çünki 3 dənə tree deyil. Yox, bir dəqiqə. 3 çıxırdın. Hə, nəsə yadımda deyil, niyə 3 çıxırdın? Sual yadımızda düşsə baxarıq. Deməli, bizdən nə istəyir? Vertislərin sayı. Internalı vururuq 3-ə. Hə, niyə internalı 3-ə vururuq? Çünki hər internaldan 3 dənə nod çıxır. Bir burada var internal. Bir burada var. Bunu vurduqca 6. Üstə gəl 1 niyə var?
Müstəqil bir yəqin ki, ruta yox. Tamam, gəlmişəm. Yəni məni gözləyirsizsə. Üstünə bir gəldiyimizi aydınlaşdırma. Bil məcbur gəlməliyik, amma hardan əldə elədik də onu? Gəlsə o mənə da maraqlıdır, bax. Hə, rutun özünü hesablamırıq axı heç vaxt. O bir rutdur. Bir dəqiqə bu 10 bu şey 1 Bax. Sənin Vertis. düsturda nə deyir? Ümumi vertislərin sayını istəyəndə neynirsən? İyini vurursan M-ə, üstünə bir gəlsən, düzdür? M nədir? M edir. I də internal nodların sayı. Internal əgər full M edir deyirsə, bu full aiddir də. Deməli bütün internal nodlardan M dənə uşaq çıxır da. Aydındır? Ya Ha. nod yarpaqdır, ya da internaldır. Internaldırsa da 3 dənə deyim, N dənə yarpaq çıxır. Deməli bütün nodların sayını M-i bütün internal nodları M-ə vuraraq tapa bilərik də. Bunun neçə uşağı var? 3. Bunlar tapıldı, hesab olundu. Bunun neçə uşağı var? 3. Bunlar da hesab olundu, amma nodun heç bir şəkildə hesaba qatmırsan. Ona görə üstünə bir gəlirsən. Root-aya daha doğrusu. İndi bir dənə sual verin. Bizim neçədən internal nodumuz var? Bir dənə də. 1 2. Root-un özünü də sayırsan. O internal kimi? Hə, root özü də internaldır. Həqiqi. Hə. Brat 2 yerə bölünür. Leaf uşağı olmayan. Bir də internal. Və sən deyirsən ki, onda +1 rootdur da. O +1 dediyi root şeydir, hə? Və Internalı 3-ə vuranda sən onun uşaqlarının sayını tapırsan axı, özünü hesaba qatmırsan. hə. O birisi internalda nə vaxtsa uşağı olaraq hesaba qatılıb deyə özünü saymağına gərək yoxdur. Sən bunu 3-ə vuranda zaten bunu nəzərə almısan. Ona görə bunu ayrıca 3-ə vurub üstünə gələ bilərsən. Bunun özünü ayrıca nəzərə almağa gərək yoxdur. Bu zaten hesaba qatılıb. Aydındır? Yox, abi, heç nə başa düşmürəm. Beynim yandı sana. Bax. Gəl biraz qrafı genişləndirək. Hə. Bu 3 arıyı full 3 arı. Triteri, full triteri, trit. Deməli, internallar hansılardır? Budur. Bir də budur, düzdür? Aydındır? Hə. Hər bir integraldan 3 dənə çıxır da. Neçə dənə integralımız var? 1, 2, 3, 4. Deməli, 4. hələ 4 3-ə vuranda 12 eləyəcək də, aydındır. Deməli, bir baxaq. Bundan 3 dənə çıxır. 1, 2, 3. Bunları nəzərə aldıqlarımızı qırmızı ilə işarələyəcəm. Bunları hesaba qatdıq, düzdür? Bundan neçə dənə çıxır? 3. Yəni Onu da hesaba qatdıq. Bundan neçə çıxır? 3. Yenə bunu da hesaba qatdıq. Eyni şəkildə bundan da 3 çıxır. Hesaba qatdıq. Fikir versən, root xaric o birisi internal nodlar hansınsa uşağı olduğu üçün bir nöqtədə onlar nəzərə alınır. Amma root heç birinin uşağı olmadığı üçün o nəyəsə hansısa bir bunun məsələn ancestorunu 3-ə vurub bunu nəzərə alamırsan. Ona görə üstünə 1 gəlirsən ki, bildim. Aydın oldu sənə deyilsən? Hə, zor. Bunu zaten mənasını başa düşməyə şey eləmişdim. Yoxsa əzbərləmişdim geçsin. Əzbər yadında saxlayırsansa çox yaxşı. Yəni elə də şey eləyə bilərsən. Onsuz da imtahandan sonra bunu harda işlədəsən ki? Demişdim indi yaşayıb söz. Bu heç məndən çıxmayacaq sözlərdir ha, yəni Elcan. O qədər şanslı bir insansan ki. Elə ona görə dedim Hüseyn, yəni nə olub balasan? Birinci kursda kalkulusda ömrümüzü, günümüzü xarab eləmişdi. Birinci kursu qatmayaq şeydən. Full M-Retriever which inverses has E belə. Bu düsturları da isbat eləməsək olar məncə. Bunu Bunlar da əzbərləmişəm mən. Şurada gedin də nə istəyirsən. Balanced M-Retriever. Bunun da bir dənə teması var ki, məsələn buna balanced deyilməzsə. Niyə? Çünki minimum level hansısa da budur da. Child'ların olduğu. Bunun tərəfəsi yoxdur məsələn. Bir də maksimum level var bu. Bunların fərqi minimum
Bunların fərqi maksimum 1 olmalıdır. Maksimum 1. Aydındır. Bu balanslı deyil. Niyə? Çünki 2-dir. Əgər bunun da uşaqları olsaydı, başqa məsələ. Bu artıq balanslı sayılırdı. Çünki minimum levelimiz burada olacaqdı. Hə, bu minimum level şeyə görə hesablanır, leaf olan yerə Hə də, görə. şeydir. Roota ən yaxın yarpaqla rootdan ən uzaq yarpağın arasındakı level fərqi deyək. Okay. Qayıtdı başa düşdüm. Hə, bax. İşlər var. Neyse. Rooted emery tree of height h is balanced if all leaves are at level h or h-1. Belə də izah edə bilərsən. Yəni eyni şeyin o bir rəngli olanı. Some rooted trees. Burada 2 dənə bir-birinə əlaqəli şey var, teorem var. Deyir ki, bax, əgər bir treedə maksimum leaflərin sayını tapmaq istəyiriksə, nə etməliyik? Emery treedə. Yenə 3 dənə çəkəcəm. Deməli, ilk növdə maksimum nodların sayı burada necə ola bilər? Bütün yarpaqlar eyni səviyyədə olmalıdır da. Düzdür? Müəyyən bir haşa sahib deyək də, sabit bir haşa olan treedən danışırıq. Haşın tutaq ki, şey götürək. Amma bunun məsələn maksimum nod deyə bilmərik. Çünki bunun uşaqlarını çəkməmişik. Bunun uşaqlarını çəkirik, olur hündürlüyü 2 olan maksimum şey. Bir dəqiqə. Bunun hündürlüyü 3 deyil. Yoxsa hündürlüyü 0-dan başlayır? 2-dir, 0-dan başlayır. Levellərdə hündürlük də 0-dan başlayır. Alqoritm dərsindən ötəri idi, oradan da 0-dan başlayırdı. Evet. İndi onu da yaxşı yadında saxlayacaqsan, gözlə. Deməli bizə nə deyir? Bizə deyir ki, yarpaqların maksimum sayı bərabərdir m/h. Niyə? M vurdu, məsələn bu 1-i vurdun 3-ə. Düzdür? M-imiz 3-dür. M vurdun 3-ə. 3 dənə artıq yarpağım vardı, düzdür? Bir dəqiqə, bizdən yarpaqları istəyir də, ümumi nodları yox. Hə, mən səhv dedim bayaqları, nodların sayı dedim. Yarpaqların sayından söhbət gedir, maksimum yarpaqların sayından. Deməli, yarpaqların sayına gəlmək üçün başdan başlayırıq da. Birinci 1-i vururuq 3-ə. Sonra necə 3 dənə nodumuz alındı. Onları da vururuq 3-ə. Yəni bir 3-ə vura-vura gedirik də, başa düşdünüz? Haşımız da neçədirsə, axırıncı dəfə 3-ü o qədər bir-birinə vurmuş oluruq deyə m/h deyirik. Haşımız nədir məsələn burada? 2. 3 üstü 2 nədir? 9. Burada da 9 dənə yarpaq var. Və biz bunları bir level daha davam edəsək 27 dənə yarpaq alınacaq. Bir dənə də geçsək 81 dənə yarpaq alınacaq. Aydındır? Hə, bu max saydı deyə belə. Hə. Bir də bu düsturun tərsi var. Loqaritmdən olan. Loqaritm m-dən l bərabərdir h. Və bu maksimuma aiddir. Ha, yəni l normalda bundan kiçik bərabər olur. L maksimum bərabər olur. Aydınmı? Bu teoremdə də loqaritmdən olan deyir. H normalda bundan böyük bərabərdir. Aydındır? Yes. Bu teoremdən də qurtardıq. Hə, indi bizdən o şeydə nə deyirdi? Neydi onun adı? Bir dənə sual edici. Forest. Hə, Forest sualı nətər idi tam olaraq? Mənim yadımdadır. Bax deyirdi ki, 3 MR idi, 3 dənə bir forestdə 3 tri var. O yadımdadır bir dənə. Deyirdi ki, neçə dənə şeysi var bunun. Edge var. Elə yadımdadır, deyəsən edge idi. Full emerytrilərdir. Elə yadımdadır. Yəni çünki full idi deyə bölə bilirdin 3-ə. 99 idi səhv eləmirəmsə. Hə, 99 teması yadımdadır. Hə, indi tutdum. Hə, okey. Suallara bax da bəlkə suallarda olar. Lazım da. Baxmışam.
Neyse. Bundan 3 tane. Bu ne var? Buna da bax. Hə, bayaqları Figma'da rəngin kodunu kopyalamışdım. Oh. Allah. Özüm onu sevdim. Bu stop yüzündən sən dizayner oldum, mən backendçi oldum, az comprise yüzündən oldum. Mən amma İstəmirəm yenə də. dizayner olmaq. Bəsdir. Brat, mən də backçi olmağın həvəskarı deyiləm, narahat olma. Hələ Ascom hazır olandan sonra şey də olacam mən bir kon, pen tester olacam təzədən, içinə azlar. Linux yüklə, səncə kodu yoxla. İşlər var. Özüm onu mən. Bu arada 99 mən peşman dənə. deyiləm. Hə. Mən də deyiləm. deyiləm, prosta dizayner olmaq istəmirəm. Yox, nəyə görə deyirəm? Peşman deyiləm nə mənada? Birinci kursdan bu yana hər ziblə atdığıma peşman deyiləm. İndi görürəm ki, lazım Hə, olur. elə. Düz. 99 nod var deyildi. Hə? Hə. Hə. Yox, bir okey. dəqiqə, 99 Nə? edge var. Edge. Edge var. Hə. Onda niyə ecdən sayını soruşsun? 99 nod olar. Yox, Hə. Bir dəqiqə. 99 Hə, nod var. düz. Meymun. Tamam. 99 edge var. Buradakı ecdən sayında. Amma Neysə, mən o bir şey tapdım. Bir dənə öz həllimi desəm olar. dedi. Bax, o sürüyadımdadır ki, şeydə en sıx bir qədərdir. Yəni bir sənə tər Hə, forest. hərəsində ən çox birdir, düzdür. Hə. Bizdə 3 dənə var deyə. Sıx 3 olur da belə deyim. 3 en sıx 3 olur. Mən Mən ona ona görə toplayırsan, Hə, bərabərli 3 en sıx 99. olur. Mən ona görə cavabı 30 almışam. Yox, bir dəqiqə, neçə deyir? 99 yox, heç açdım. Enləri bax, enlərin cəmi nədir? Enlər deməyək də, hamısının eyni olduğunu bilmirik. N1 deyək, N2 deyək. Hamısı eynidir. Olmaya da bilər də qardaşım. Deyildi hətta mənim sualda elə yadımda qalıb. Qanışasın və N1 başqa. plus N2 plus N3. Nodların sayı da nədir? 99. Məndə 99 değildi ama. Nədir? Məndə 99 değildi. Başka bir şey idi. Fərqi yoxdur, nə olur olsun. Həlli eynidir. Bunun cavabı nə edir? N1 plus N2 plus N3 plus yox, minus 3 bərabərdir 99 minus 3 bərabərdir 96. 99-un yerinə nə olsa həlli budur. Aydın da. Yes. Mən Budur. onu elə bölmüşdüm mal kimi. Yəni o şey 32 Mən yazmışdım. onudan ulduzu. Buraya sən. Cevap budur. Roya nə alayım? Şönkə dəqiq belə. Hə, cavab budur. Həlli budur hətta. Yani burada bu böyle şey çəkməyə ehtiyac yoxdur onda. Yox, mən bunları sadəcə görüb anlayasınız deyə çəkdim də. Gərək yoxdur bunun. Konkret bu sual gəlsə yazırsam eyni bunu yazırsam. Bu sual gəlsə bunu yazarsan bax. 99'un yerində nə olur olsun. Bəs Bunu nodun yazar. yerində edge falan olsa, Nədir? nodun yerində edge olsa, Nodun yerində edge olsa bəs səndən edge-in sayını soruşmayasın. Ya. nodun yerində edge olsa, nodu soruşsa. Hə, onda da çox gözəl də şey sənə bunu verəcək, bunun qiymətini verəcək. Məsələn 99 edge var deyək tutaq ki. Və səndən nodu soruşur. Şu, ümumi nodların sayı nədir buradan? 99 plus 3 102. Aydındır. Yes. Elcan. Aydın deyil, prosto yəni mən orada nə body shell çəkməyə çalışırdım, yenə belə çalışırdım. Boş iş. Vaxt itirmisən. Çəkərsən, bu cür şeydir. Misal kimi bunu məsələ kimi çəkə bilərsən, amma gərək yoxdur da, yəni deyirsən. Valla bir dəqiqə gözlə görüm. Allah bu kompüter ucu deyəsən ustaza da aparmalıyam içinə. Bözək girib ala dızıldır kompüterin içi. Sən kompüterə nə eləmsən qardaş? Mən heç bir dəfə də olsun təmizlətməmişəm. Sən yenə təmizlətmisən nə vaxt. Mən də istəmişəm. Danış bir dənə Hüseyn. Alo. Problem kolonkasındadır. Nəsə oldu. Nəsə girdi. Allah, Hüseyin, ay Allah. Pişik girib. Hə. Hüseyin danışanda gəlir o səs mənə də. Hə, mən də dedim kolonkadan da üzvələnə Hüseyn. Mən danışanda nə səs gəlir ki, başa düşmədim. Bir dəqiqə dayan sən. Hüseyn dayan. Elcan sən danış. Məndə problem yoxdur, səndə də yoxdur. Hüseyində də problem. Hüseyin danışanda nəsə dız eləyir. Ha, okey. Qorxdum ala elə bildim kolonkaya nəsə girdi. Nə oldu?
Ha. Lan tutaq ki girdi tanışdık işte de Kalonkanı yersin. Neyse. Nə Bu alaka? sual bu sual elədiyimizə görə Gəl bir də bax birinci, ikinciyə baxaq birinci. which of these graphs are true? Hə, bunu eləyərsən. Məsələn, A A tree. variant 3-dir tutaq ki, B deyil çünki Aha, ayrı-ayrı doğru. birləşik deyil. Doğru. C niyə 3-dir? Niyə olmasın? Tree olması üçün 3 dənə şərt vardı. Onu yadıma sal. Bax circuit olmamalıdır, direct Evet. undirected olmalıdır. İkisi də var. Bir dənə də var idi. D variantı bəs niyə deyil? Connected olmalı. D variantı İki deyil. connected Niyə? deyil. Çünki bax burada dövr yaranır. Hə? Bu treedə fikir ver. Hansı uşaq nod qayıdıb başqasına girir? Məsələn, L buradan G-yə girə bilir, yox. Ya da nə bilim gəlib G-yə girə bilir, yox. Girsə dövr yaranacaq. Tree olmalı. Okay. Bu da aynı şəkildə treedir. Bu tree deyil. Okey mi? Mən onu... Tamam, 2-yə baxaq bir dənə. Neçə? 2. A variantı 3-dir. A variantı 3-dir, B də 3-dir. C nədir Elcan? Deyil. Düzdür. Şey. D. Və D nədir? 3-dir. Düzdür. Şey. Y. Y nədir? 3 deyil. Düzdür. Bəli. F nədir? 3-dir. Düzdür. Zorsan. Ya şey, sən keçdin də yəni elə fikir. 40-san, hepsi o. Ha 40 nədir? 55. Bonus alacaq. Bonus yoxdur bizdə. Bilirəm. Neysə. Hə, bax burada indi 14-15 düşməz hər halda. Yox. Hə, 14-15 düşməz hər halda. 14 demək nə deyir ki, sonra simple graph is actually if and only if the connect. Düşməz. Nə deyir ki, şəhər nə deyir bir dənə izah eləyin daha. Bilmirəm amma düşməz. Bax 14 ulduzlu sual olmalıdır. Onu indi izah edeyim niyə. Nə deyir? Deyir ki, show that simple graph is a tree if and only if it's connected. Bu zaten tərifdə demişdik ki, hə connected olmalıdır da tree. Düzdür? Hə. Hə, indi o edgelərdən birini silsək nə olur? Bağlantı qopur da. Hə, uncon. Hə, not connected olur. Ona görə treelikdən çıxır. Treelikdən çıxır. Düzdür? Hə. Və bunu sənə deyir ki, göstər. Amma nətə göstərə bilərəm? Elə yəni nə yazmalıyam bura? Bax deyəsən ki, nə deyir? Produces a graph that is not connected. Deməli, sənin n dənə nodun var, n çıx bir dənə də edge'in var, düzdür? Sən o edge'lərdən birini çıxarsan nə olur? N nod qalır, n çıxılsın 2 edge qalır. Düzdür? Hə. Düzdür? Bunu şəkildən də izah edə bilərsən. Məncə bunu düzgün Qəbul eləyir görürəm. eləyərəm məncə. Yəni o şəkildə gərək konkret çəkməyəsən də, ümumi hal kimi çəkəsən. Bax, məsələn. Belə göstərək qırıq xəttlərlə. Bir də onu göstərək. Hə. Bu məsələni sildin. Nəyə çevirə bilir bu? Belə bir şey olur da. Sub-3 kimi bir şey. Hə. Yəni bir dənə tir olmur da, 2 tir olur burada. 2 qraf olur deyirsən də. Ondan. Bunların necə deyim? Deməlisən ki, bunlar ancaq buradan bir-birinə connected-də. Başqa şəkildə bir-birinə connected ola bilməz. Başqa şəkildə bir-birinə burada hardasa bir yerdə connected olsa, circuit yaranır. Və sənə tree deyib. Bax. Yox, circuit başa düşmədim. Bax bu 2 qrafı görürsən. Hə. Birincisini bildin, ikincisi bunlar bir-birinə ancaq buradan birləşə bilər də. Hə. Başqa yerdən
birləşsələr, burada dövr yaranır. Bax, bu birləşmişdi. Biz bunu qırdıq. Əgər burada deyirsə ki, sən bunun qıranda 2 dənə bunun qıranda connected olmayan qraflar yaranır. Bunun əksi nədir? Sən bunun əksini disprove eləməlisən də, düzdür? Ki, özü prove olsun. Proof by contradiction da. Aydındır? Aha. Onda deməli sənin contradiction-ın budur ki, əgər mən bunu buradan götürsəm, bu edge buradan götürsəm, mənim qrafım hələ də connected qalır. Bunun connected olması üçün nə lazımdır? Bununla bu bir-birinə birləşik olmalı, düzdür? Buradan birləşik olmaz çünki buradakı edge qaldırmışıq aradan. Deməli bu hardasa buralarda bir yerdə birləşik olacaq da. Məsələn, atıram bu şəkildə birləşik olacaq. Hə? Aydındır? Hə, bu şəkildə birləşikdirsə, onda biz bunu silməmişdən qabaq belə idi axı. Və bizə deyib ki, bu tree-dir. Belə tree olmaz axı, burada circuit yaranır. Hə, elə. Yəni bunu əks şeylə deyirsən ki, Hə. okey, əgər onu siliriksə, Bunu deməli siliriksə, mütləq not connected qraflar alınmalıdır. Əgər qraf hələ də connected olaraq qalırsa, deməli bu burada yox, başqa bir yerdə yenə bir-birinə birləşikdir. Və birləşikdirsə circuit yaranır. Okey. Güzel. Bunu sözlərlə falan bir də belə bir dənə şəkil çəkib bir təhər izah eləsən, amma hə düz götürməmə şansı yoxdur. Gül kimi prove eləmisən də, yəni elə fikirləş. Get bu prove-u hardasa bir məqalədə yaz yəni. Zor prov idi, ləzzət elədi. Əlimdə baxsın sənə doktoranturadan kəssin. Eləyər. Şəkildən Hüseyn Xəzərdə doktorantura oxumaq nə deyirsən? Ay bro, bilmirəm. Bax, mən riyaziyyatdan Bilmirəm, doktoranturaya mən mırtasız atıram ayəs. bilirsən nə hansı halda? Əgər həqiqətən manyak olsan, getsəm nəzəri riyaziyyat üzrə doktorantura oxumaq istəsən, buradakı o 2 müəllimin yanında oxumaq yaxşı fikirdir. Amma Filolog deyilsən sən. hə, ki o cür bir fikir çox fantastikdir, çox idealdır. Yəni belə bir çıxmasın, sən getdin nəzəri riyaziyyatdan doktorantura oxudun, pulu hardan qazanarsan? Yəni də elə ona görə. Nəysə. 15 düşmüşlər aldı. 15 inanmıram düşdü. 2 variantdır. Ya burada Hint falan da var. Heç oral deyil də 15. 16 nədir? Bir partigraf, KM, bir MNA. Bu 12 nöqtə neçədir? 11 nöqtə neçədir? 1. 1. Ay, hələ birdəyik biz. Gözlüm ya. 4-ə nə vaxt keçirik, brat? Ondan sonra. Hə. Brat 11.4-ə keçək də hocam. Abi burada biraz önemli tapşırıqlar var. Onlara baxaq məncə birinci. Hansı məsələn, hansını eləyəməmsən? 16. 16. Which complete reparted graphs are positive integers, okay, are trees. Hə. Complete graphın nə olduğunu bilirik. Complete bipartidin. Hamısı bir-birinə qoşulan, hə? Qarşı tərəfə qoşulan. Hə, qarşı tərəfə olmalı. Hə. K4 tutaq ki, K4'ü 3 nə? Yox da indi bir getməklə həll eləmək olmur axı. Burada məsələn M dənədir, burada da N dənədir. 3 olmalı, düzdür? Yəni circuit yaranmamalıdır. Solda nə deyildi? Complete bipartidin onsuz da connected olduğunu bilirik də, düzdür? Undirected olduğunu da bilirik. Complete connected olduğunu da bilirik. Bizə nə lazımdır? Circuit'un olmadığını isbat etmək, düzdür? Hə. Şə. Onu isbat etsək demək işimiz həll olur. İndi gəlin onu isbat etməyə çalışaq. Əgər elədirsə. Mən yenə oturub fikirləşəndə deyirsən circuit var, amma dövr yaranma oxşamır deyim görə. məncə oxşur ha. Harda? Oxşur deməklə qurtarmır. Gözlə də, mən onu tapmağa çalışıram.
Bax, belə baxa bilərik. Bir dənə ikinci, bir sənətlər ancaq birinciləri götürək. Məsələn, soldakının hamısını götürək, sağdakının Gözlə hamısını görüm, götürək. gözlə görüm. Bu eclərin sayına bir dənə baxaq. Eclərin sayı nədir? Bu m bütün n-lərlə birləşdiyi üçün buradan n dənə ec çıxır, buradan da n dənə, buradan da n dənə, buradan da n dənə, düzdür? Nə qədər nod var? n plus n dənə nod var. Düzdür? Nə qədər ec var? n vurulsun n dənə. Deməli m plus n çıxılsın 1 bərabərdir m vurulsun n olmalıdır. Aydındır? Nodların sayı bunu- n. Nod deyək də. Bunu şey kimi Eclərin göstərə sayı. bilərik. Əgər circuit yoxdursa, şeyin qaydasına əsasən, trinin qaydasına əsasən zad. Trinin Hə, elə əlində onu sənin yazmışam. düsturun Mən var oğlum, da. elə onu yazmışam. Hə, Elə onu yazmısan da sən. hə. Tridə Cavabda deyir ki, e, deyim. gözəl bir dənə. Qoyacağız eləyək. Nod çıxılsın 1 bərabərdir ec. Düzdür? Hə. Bu tənliyi həll etmək lazımdır da. Düşünmək istəmirəm. Heç bir şey deyil, özü yayın bu vaxt. Da biz bunu nətər şey edə bilərik ki, isbat edə bilərik. Belə yazsaq n plus n böyükdür n olsun n-dən. Bu da bizim şərtimiz olmalıdır da. Əgər belədirsə. Bu hansı halda? Və ikisi də pozitiv olduğu üçün hər iki tərəfi məsələn n-ə bölə bilirik. Yəni bölsək nə əldə edirik ki, mən nəticəmi. Ayıq, niyə? Anlamadım. Bölsək heç nə əldə eləmirik ya. Həyat olsun. Bu neysə andırır. Mənim beynim dondu. Çox sadə bir şey andırır özdə. Hə, bu arada hansısa bir qaydanın Deyən Koşerimon, o hansı idi? Hə, bu arada elə mənə də ağlıma gəldi, üç-bucaq bərabərsizliyi deyirsən də yəqin ki. Koşi bərabərsizliyi başqadır. Koşe hansıdır? Bunun sadə. Hə, koşi bərabərsizliyi modulla imiş, lənət olsun. O deyil. Onu çox andırırdı. Tipdən zaten soruşdu ki, bu adı. Emin nə yazıb yenə? Deyir ki, ədədlərin müqayisə arasında ədədi və həndəsi ortalıq. Biz meymunuq biraz. Bunun bir dənə halı var. İkisindən biri 1 olmalıdır. Hə, dala. Vəsə da həll budur yəni. Bu soldakini çəkməyə çox da gərək yoxdur. Prosta m-lə n nə olduğunu qeyd eləsəz kifayətdir. Və niyə eclərin sayının buna bərabər olduğunu qeyd eləsəz kifayətdir. Aydındır. Bunu çəkməyəm. Bunu çəkirsə problem yoxdur. Okey midir? Yes, yes. Bizim başlamamızda nə qədər vaxt keçib? Mən seçə bilirəm görəsən.
47 dəqiqə. 47 dəqiqə. Hə, Orada bir də sağa sağ yuxarı. Hə, bax burada 24, 25, 26. Either draw a full emery tree with 76 leaves and height 3. Buradaki düsturdan da ilişen. Belki bilmem aslında ama bunlardan da ilişen. Bak. En vertis olanda ne i'nin ve elin neye beraber olduğunu verip internal verilende n'in ve elin neye beraber olduğunu verip bir de el verilende n'den i'nin neye beraber olduğunu verip. Yani Bizə verilib vertex. vertexlerin ümumi sayı, internal nodların sayı, bir de diff nodların sayı arasında həmişə bir də qanuni uyğunluq vardır. Ama 3 variantında verib hansı verilende o birisi ikisini necə tapa bilərsən. İndi bizə hansı verilib? 76 yarpağı olsun. Hündürlüğü de 3 olsun. Düzdür. Demək yarpağı eli verib, haşı verib. Peki haşı verəndə nə olurdu? Düzdür, haşı yoxdur. Hadi gedirəm hemen. Bu cavablarda üçüncü teorema görə yazıb. Deyir ki, yarpağın sayını verib də elin sayını. El 76'dırsa M də 3. M 3 idi. Deməli ML çıxılsın 1. Dönsün M çıxılsın 1. M3 deyəndəki M-i verməyib baxaq. Verməyib. Hate verib də bizə. Hə, bildim, indi gözlə. Orada loqaritma düsturu zat-zutdan istifadə var da deyəsən. Yoxdur. Nətər ola? Gözlə deyil. Allah hə, bu düsturanı əzbərləmək lazımdır. Bir dənə cədvəli var idi bunun, dayan. Deməli, burada bunun tam ədəd olmağından istifadə edəcəyik. Hə, yadıma düşdü bu sual. Allah bir dəqiqə gözlə. Alo, axşamınız xeyir. Necəsiz müəllim? Səsi bağlı. Müəllim, siz necəsiz? N'dən əvvəlki ədəd n vurulsun n'dən 76 əvvəlki ədədə bərabər. Buradan nə əldə edə bilərik? Bax, şərtimiz budur ki, bunun böləni olmalıdır. Belə buradan da o çıxır. Nə dedin? Alo. Hə. Nə dedin Elcan? Sən bir dənə şey göstərim, 50 cavabların 50. Göstər.
Bura deyəsən numerik aldı. Such tree does exist. 75 bölünsün. Ne? 75 niye? Deyən görün biz üstürdə bir başqa elədik. 75'i alırıqsa çox asandır bunun həlli. Hüseyn, Bax. bunun üzərindən atdığı versiya var. Atım onu sənə, tapsam daha doğrusu. Bilirsən, gözlə bir dəqiqə. Allah, hə, bu internal nodlarla gedir. Mən ümumi nodlarla. Okay, bundan istifadə edib. Bu daha məntiqlidir. Hə, işte bundan sonra su kimi gedir, gözlə. Bağlayım ekranı. Və bağlaya bilərsən. Haziran 2025. Elə bu da zərflərin elədiyi üsuldur. Allah, yəni fərq eyni şey tam. Quizletdə belə yadımdadır ki, cavab alınmırdı ya da hardasa. Alınır. Və tree exist. 75'in bölənlərini tapırıq. Üçə bölünür də. 5. Sonra nəyə bölünür? 5'ə bölündə nə alınır? 5. 3'ə bölündə də 25. Və 75 özü. Deməli, m çıxılsın 1 bunlara bərabərdir. M nəyə bərabərdir? Bərabər ola bilər 2, 4, 6, 16. Ha, yox, məzənərsən 15'ə. Hə, heç. 16, 26, 26, 76. 76. Bu kadar. Aydındır. Nə bu kadar? Bu da elə. Hələ mümkünlüyünü isbatdan göstərməlisən də. Ay bura tam belə getmirdi bu. Nətər gedirdi bə? Nətər gedirdi? İndi Sualı tapsam bir atacağım. də soruşur, deyən görür. Sual neçən sual idi? 24. Deyən bəlkə sualda başqa şey də soruşur. Hash verib sualda, o hashdan istifadə eləmədik. Bu mənə biraz narahat elədi. Eyza draw deyir özü. Yəni draw deyir də hər halda. Yox, Ayza deyirik. Çək. Çəkə bilərik də. Prosta çəkməyə gərək yoxdur. O sualda müəllimə deyəsən ki, müəllim mən göstərirəm ki, mümkündür. Bəs 25-də niyə mümkün deyil? 25-də niyə mümkün deyil? Hə, indi onu eləyək də. 83-ün bölənləri, 1.83 ya hər halda. Bax, hündürlükdən burada istifadə edirik. Bu neçə? Bir dəqiqə, 25 idi. Dayan görəm indi burada. 24-25. Hündürlük üstü dedik də. Biz nə tapdıq? M-3 belə qoyduq. Hə. Bax, yarpaqların sayını nə verib? Mən buraya yazmışam, bu iyi olmalıdır. Yarpaqların sayını 76 verib, düzdür? Deməli, M üstü H 76-dan kiçik olmalıdır. Yox. 76-dan böyük olmalıdır. M-lərimiz nədir? M üstü H-larımız daha doğrusu. Bərabərdir. 2 üstü 3, 4 üstü 3, 6 üstü 3. Bizim diskret imtahanı neçəsi idi? Bilmirəm. 18-i. 8-i. 18. Deyəsən tapdım. Niyə? Çünki 6-nı niyə seçdik? Çünki 4 üstü 3 64 eləyir, 76-dan kiçik idi. Ondan sonraki ən yaxşısı da 6 üstü 3-dür. Yəni o da eləyir 128-dən nəsəsə. Yəni ona görə 6-nı götürdük. 84-də yeni tema olmur ama. 83-də yəni. 83 bölü m çıx 1-də m çıx 1 bərabər olmalıdır 1-ə 83-ə. Yəni m də bərabər olmalı 2-yə 84-ə. Yox, 16 üstünü niyə götürmədik? Məncə 6 üstü 3-dən kiçik idi də orada o həmin şeyi ödəyən. Niyə ən kiçiyini götürdük də, ondan sonrasını götürmürük? Onda ona qalsa orada 3 dənə də başqası var axı yəni zaten. Anladım.
Bildi ki bu olmalıdır. Bunlar değil. Aydındır. 6 üstü 3 gördük 76'dan böyüdür. Ha. Ay birader, 16 bunu bir sən üstü. eləyirsən. Bir dənə göz daha, üzr istəyirəm. Yuxarı çıx biraz. Bax, burada M çıx 1 75-in bölənləri olmalıdır da elə. M Hə, çıx 1 onu solda bu tapdım. qeyd eləmisən. Solda qeyd eləmisən. Orada M-in qiymətlərini də qeyd eləmisən. Hə, eyvallah. Aha. Burada loqaritma düsturundan getsən, altın qoyursan. Cavabda alınmır, Loqaritma alınmır. düsturundan getmirəm. Qüvvət Və nə ilə düsturundan. getsin? İndi bir dəqiqə loqaritma ilə getsən də M üstü H, yəni üstü funksiya ilə getsən deyirəm ki, problem olur. Hə, bəs nə ilə getməliyəm? Elə ona görə çağıram da, mən də bilmirəm dəqiq. Qoy bir dənə Quizlet-i də açın. Problem olmur. Bunun davamı olmalıdır. Chapter 11.1 neçəncə sual? 26. 24, 24. Bax. Ha, bir dəqiqə, Quizlet-də də hə deyilmiş. Açım ekran. Aç aç. Bu arada Elden saat eline bak. nerede ya? Nətər? Saat. Görüş. Alo, Saat nətərsən Zərfə? Al Zərfə hardan gəldi. geldi? Sağ ol. Tural. hansı suala değildin? Bax, bu yadındadır Zərfə. Kimin yayınına girim? Al. Mənim. Fark yok, Ha. ben de alın yayına bak. Ha, bu sual değil. Bunu elə, Tamam, bu bura qədər elədim bak, o şeydi. Onu gəlin görüm. Saxla bir dənə. Saxla da hara gəldin bax. Ha. Şimdi istifadə en bərabərdir 6. Bu kitaptakinin elisini yaptı zaten. Farklı bir şey yoktu orada. Bax, şey görə deyirəm. Zərfə, burada loqaritmik üstü funksiya var idi. M üstü H bərabərdir, nə elə idi də deyəsən. Onun istifadə eləyəndə cavab alınmır. Yəni cavab odur ki, belə bitiri yoxdur. onu istifade et, ondan eleme zaten. Yani burada bildiğin mantıkla biraz yazmalısan. M'lerin qiymətini tapmaq bilirsən də necə tapılır M'lerin qiyməti. M'in alabileceği hər bir qiymətə görə elə bir tree qura bilirsən ya yox. Onu eləməyə çalışırsan. Heyti zaten bilirsən. Leaf sayın da nə olmalıdır onu da bilirsən. Yəni düşünməlisən ki, belə bir ağac qura bilərsən ya yox. Yəni bildiyin sözlə yazıb izah eləməlisən. Heç bir düstur falan ondan istifadə etmirsən heç bir şey düsturdan. Bilmirəm, mənə çətin gəlir və qanmıram. Yəni beyin algılamır. Bax. Gözə görməyək. Necə dəqiqə? Burada leaf düsturundan da məncə istifadə etmək lazımdır. Amma gözlə. Düsturdan mütləq göstərmək mümkün deyil. Bu elə şey ola bilməz. Hüseyn, o vaxtı mən də çox yoxladım. Sən yoxlamanla mən yoxlamaq bir Başladım. Burada zaten size denir ki bütün rəqəmləri tapın, M'ini tapıb ala biləcək. Sadəcə minimumu da tapsaz bəsdir. Məsələn, burada M nə ola bilər? 1, birdən sonra 6 ola bilər. Bir zaten məntiqlə bir dənə fikirləşəndə ki, hamısına əgər bir dənə uşağı varsa, heyti də 3 olmalıdır da, burada səhvlənmirəmsə. Yəni elə bir şey sizə mümkündür, mümkün deyil. M bərabərdir 6-da şəklini çəkməyə çalışırsınız ki, mən şəklini çəkirdim həqiqətən də. Alınır elə. Düzdür. Mən çünki bu müəllimdən soruşmuşdum ki, burada düstur falan istifadə etməyə var, ehtiyac WhatsApp-da soruşmuşdum. Demişdi ki, aşağı yazsaz olar. Həllini atmışdım, demişdim belə həll olar. Demişdi ki, kifayətdir həllin. Mən də Quizlet-in eyni yazmışdım. Başqa sualınız var? Hələ ki yoxdur. Da, nəsə sual verəsin. 6 Mən heç nə- 76. 6'ın 6 buradan neçə edir? 2. Axır 2 ilə qutarır, düzdür? Ondan da bir çıxanda 1. 91 eləyir. Zərifə. Hə? Qrupa atdığın şəkilləri telefondan da silmisən sən? Hə, ya. Ayda. Sinanlardan da
O dərəcə. Yox, şeyə axtarıram, qrupda axtarmağa çalışıram, tapamıram. Düz əməlli çox qarışıqdır, ona görə Mən nə atmışdım ki qrupa? Discordla bağlı nəsə atmamışdın. Atmışdım. Sən tam olaraq nəyi axtarırsan bunun həlli? İndi bunu yox, general olaraq qaydaları şeydir, nəzərdə tuturam ki, elə oradan da baxaq zət. Hə. Yox, hələ qalmır. Eş. Hə, Fisho da düsturla isbat olunur da. Burada 3 saat boş-boş cəfəngiyat danışırsınız. Bura bax. Düstur lazım deyil. Düsturla Başlanır da yəni. çox asandır da. 3 saat fikirləşməyə gərək qalmır. İndi sən burada fikirləşib təsadüfən tapmısan. Düsturla rahat şey edə bilirsən. Bax, buradakı bu düstur var ha, M üstü H böyük 76. Bu aydındır da yəqin ki. 76 livlərin sayıdır. Bu da maksimum livlərin sayıdır. Düzdür? Hə. Hə. Buradan M-in 2 üstü 3, M üstü H-ın 2 üstü 3, 4 üstü 3 qiymətlərini eləyirsən. Görürsən ki, buradan o tərəfə gedə bilərsən ancaq. 6 üst üstə götürürsən, M-in 6 götürürsən, N-in düsturu var idi. ML çıxılsın 1, bölünsün M çıxılsın 1. Bu da tam ədəd olmalıdır da, düzdür? Bunun tam ədəd alınıb alınmadığını yoxlayırsan. M-in qiymətini, M-in yerinə 6-nı qoyursan, N-in yerinə 76-nı vəsə hesablayırsan. Görürsən ki, nə idi orada qiymət? 456 çıxılsın 1, bölünsün 5. 5-ə bölünür. 91 idi. Hə, 91. Ha. Hə, bayaq 91 bunu deyirdin. Hə, bayaqdan deyirəm. Ha. Dalan. Başqa şeydir. Hə, vəsə. Ha mən bunu ChatGPT elətdirmişdim. O da belə prov eləmişdi. Qardaşım, ChatGPT, ChatGPT həməndə. Prosta mən daha yavaş edirəm də indi. Yaxşı, yaxşı. O da boş-boş Yoxsa- arada pul. Yoxsa Zərifə gəlir deyir. Zərifə qulaq asırsınızsa gedin nə bilim, Zərifə neçə almışsın? Gedin Türkçə Zərifə sağ olun. alın yəni. Gedin bir nə bilim 80 keçər. Gedin ağlayın, getdim mən. Sağ olun. Evdən də çıxın. Bir dəqiqə, onu Hüseyn deyir. Mən demirəm, xahiş edirəm. Mənim üstümə Ya. yıxma. Bu şərəfsizdir Getdim hamı mən. Hüseyn. Getdim. Sağ olun. Kömək eləməyəcəm bir də. Heç Sağ sağ ol, sağ olun. ol, sağ ol. Sualım olsa yazılsın. Hüseyn eləmə, mən elə. Mən niyə kömək eləsin? Deyirəm də bu yadıma düşmür təxmini. Bir də şey tez 25 özüm eləyim dəqiqə. 83 Progresə güvənmək deməli. lazımdır. Əgər progresə 11.4-ün güvənirsənsə, də bir dənə qaydasına baxaq da. Birazdan onsuz da mit başlayıb, heç olmasa 10 dəqiqə dincələk. 84 7-yə 11-lər elə bir şey yoxdur. Yəni. Hə 25 25 25 25 25. 25. Elə də onu özün görə alınır. Hada şeye baxmaq istəyirəm də kənara. Hə, 84 yarpaq var. Hündürlük yenə 3-dür. Bu arada middən ədəmdən aşağı. Deməli 84 yarpaq var. 83-ü bölürük M çıx 1-ə. M nə ola bilər? M çıx 1 nə ola bilər? 1-lə 83. 83-ün başqa böləni var? Yoxdur. Sadədir. Yoxdur. 1-lə 83 ola bilərsə M də ola bilər. 2-ilə 84. Düzdür? Aha. 2 üstü 3 ödəmədiyi üçün 2 üstü Yəni 3. qalır şey 84 üstü 3 onu yoxlamalısan budur. 84-ü də vururuq 84-ə. Çıxırıq 1-i bölürük 83-ə. Bu da alınmır. Çox güman ki. 84 kvadratı çıx 1 bölünsün 83. Bu nə verir? 80 Çıx 1 bölünsün 83 alın 85 alındı axı. 83 həqiqə alındı. Bir dəqiqə. Nə oldu? Gözlə. Yarpaqlar sayını nə verib? 84. Emin sayını nə tapırıq? Yenə 84 tapırıq da. 83. M nə ola bilər dedik? 84 ola bilər. Bir də 2 ola bilər. M üstü H. Şu an hansı at baxaram. Mövzu izahı da lazım olsa eləyərəm. ChatGPT kimi olması da eləyərəm. Nə deyirsən? Bu niyə alındı ki? Nə oldu Hüseyn? Deyən. Məncə tam olaraq şey eləmir. Ay brat üstündə durmayaq nə olar? Ola məzlərsən bu düşsən yeyəsən. Düz deyir. Küləyəcəm də. İşimin adı nədir? Gülədim nə oldu? Qəşəng sor. Küləyəmədim də məsələ budur. Yaxşı hazırlaşmamışdım şeyə.
Əslində ümumi bu düşsə bilirəm ki, cavab nə oldu. Ona görə yazdım 284. Ben Kim deyir cavabını odur və nəyə görə deyir? Oradan göstər mənə. 25 mən solutionlarda baxıram. Yazılıb ki, no such tree exists by theorem 4 because it's impossible for n bərabər 2 or n bərabər 84. Aynen. Hardan bilirdən not possible 84? Ailənin yanına gedirsən. Alo. Alo. Mənim kulağıma niyə qəribə səslər gəlir? Dırırıt. Hə. Keçdi. Şeydi. Elcan həlli göstər də bir dənə. Yəni bilim şəklini al. Şey, Dediyim kimi yazıdır əslində. Yəni göstərəsi bir şey yoxdur. Quizleti göstərir al. The no such tree exists. Orası şah. Burada məncə doesn't exist deyil. Nəyə görə bilməm. Gel aşağı biraz. Biraz aşağı gel. Biraz aşağı gel. Heh. Oo, hündürlüğü bu formulamızda nəzərə almamışıq. Əgər 83 olsa i 1-ə bərabər olur. i 1-ə bərabərdirsə h-ımız 3 ola bilməz. Hə, o bura gəlməyə heç gərək qalmır. Burada qırılır onun teması. Bax Elcan, başa düşdün? Nətər? i bərabərdir 83 çıxılsın 1 bölünsün m. 83 çıxılsın 1. 84 sorry. Yəni deməli, bu da deyir belə də. Hə, 84 olsa i bərabərdir 1 olur. i bərabərdir 1 nə deməkdir? Bir dənə rutumuz var da deməli. Bir dənə rut varsa və başqa internal nod yoxdursa hündürlüyümüz 1-dir. Amma bizə deyir hündürlüyümüz 3-dür. Aynen də. Bura gəlməyə gərək qalmır da. İki dənə düsturumuz var. İki düsturu da parametrləri yerinə qoyanda düzgün alınmalıdır. i-nin düsturu, bir də n-in düsturu. i-nin düsturunda problem çıxır. Aydındır. Sevəm. Cavabını belə yazacağam. Bayaqki formulumuz Cavabını bir tık bas getdin özün yanlış ölməyək. imiş. İndi onu düzəltdik. Yenə də mən deyən düzdür. Səhv də elə. Yəni, bir dəqiqə, cavab nə oldu indi? Exist deyil. Ha, exist deyil də, hə. Bir də bundan sonraki misalda. Full 26 nə istəyir? T has 81 leaves and height 4. Give the upper and lower bounds for m. Hə, m-in maksimum bir də minimum qiymətini tapırsan. Buradakı üsullarla tapırsan. What's m if t is also balanced? Bax bu şey imtahanı qırağa qoyub bu sual otur yaz da, yəni elə bir şeydir. Ona görə bu salmaz. Məzələn sənə, nə əlaqə? Nə bilim, yəni balans olması üçün bir neçə halı elə bir kod yazırsan da, yəni elə fikirləş. ICPC sualı həll edirsən, elə fikirləş. Əslində hə, biraz yoxlamalısan, çünki deyinə, Quizletə bax bir dənə. Adama elə bil vəh gəlməlidir ki, otur bunu həll elə də, yəni. Hə. Və saat yarım içində bu vəh gəlməz. Ona görə bu sualın başını burax. Əzbərə keç. A variantı bəlkə, amma B variantı. Bu nə daha?
Baxım görüm nədir? Hər şeydən B şeylər göstərir, uşaqların başını qatmayın. B, B ümumiyyətlə düşməz başım Raq B-nin definition'dan nə, bu da həll olar. Hı. Keçək də 11.4 artıq. Necəm bəsindir məncə. Keçək 11.4. Keçək. Bu arada Hüseyin birazdan mit var Hüseyin. Spelling 10.4-ün bu qaydalarını suallarına özünüz baxın, nə lazım olsa geri qayıdaq məncə. Prosta izah edeyim də. Allah. Yəni spelling dilini bilirsiniz, Dijkstra alqoritmini bilirsiniz. Allah hə. Dünənləri izah elədim. Hə. Rekorda baxacaq olanlar da bilirlər. Ona görə məncə buna gərək yoxdur. BFS-dəkin şeydir, Dijkstra alqoritminin edgelərin çəkisi olmayan Allah, verəcəsi. çox rahatdır bura. Yadıma düşdü. Çox rahatdır. Bundan başqa bir şey yoxdur ki bunun özdə. Elə bu. Okey. Və buna aid də imtahana düşən sual şey idi. Minimal spanning tree'ni tapmağı göstər. Hə, o da deyirdi özün bir dənə metro nə bilim nəyi qur. Hə. Metroydu nə idi əsas ki də deyirdi 5 nodlu bir şey qur. Heç mən onu da qurmadım. Mən prosta təmsili bir şey yazdım, cədvəl çəkdim, cədvəllə göstərdim. Dünənlərə izah Ya sual hansı sual düşmüşdü bu mövzudan? hansı konkret sual bilmirəm. Amma o dəfə dünənlər sənə izah elədim belə tipli bir şey. Diş qıstıradı nədir? Diş qıstıra, bəli, diştıra. Easy. Bu yəni bu qədər kolay. Başqa yerdə bir dənə izah eləmişəm. Mən neçə dəfə bu eyni şeyi izah eləmişəm, hə. Ana. Yoxdur. Hə, şükür heç hansı bir dəfə eləmişəm. Hə, dünən burada da var da. Dünənlər sən soruşmuşdun ki, bəs bu niyə cədvəllə falan edirik? Mən də sənə göstərmişdim ki, bunu da cədvəlsiz elə görünət edirsən. Yadıma düşdü. Ay. Şöyle məncə dağılışaq 11.4 da rahatdır. Bu gecə mən 11-dən 12-ni tutarram. Bütün suallar yerdə sabah tutarram. Sabahlarda bir dənə konsultasyon yaparsın. Necə? Sabahda bir dənə konsultasiya edirsən. Düzdür. Nəydəki kimi səhv eləməyəcəm. Bir gecəyə yox, finaldakı kimi səhv eləməyəcəm. Tamamlamada qoy sözüm deyim də. Sağ olun. Sağ olun. Rekordu dayandırıram.